29-cu hissə. Rəssam Behzadın sifəti, boy-buxunu, uzun, bənd-bənd bilinən nazik barmaqları Şeybani xanın gözlərindən getmirdi. Onun iri, məcnun gözlərində nə qədər kədər və nə qədər sənət müəmması vardı. Bəs o niyə qaçıb getdi? Onun ağlına indi çatmışdı ki, sənətkarlar Şeybani xandan qaçırlar. Ona qulluq göstərmək istəmirlər. Səbəbini axtarmağa başlamışdı. Çingiz xanın özü qoşunlarını göndərəndə tapşırırdı. Tutduqları ölkələrin ən məşhur alimlərini, qiymətli kitablarını ona, qara qoruma göndərsinlər. Teymurləng Təbriz ustalarını Səmərqəndə, Buxarıya gətirməyibmi? O boyda şəhərləri tikmək, məscidlər, mədrəsələr yaratmaq elə belə deyil. Sənətkarlar, alimlər lazımdır. Səbəbi ona bu günlərdə bəlli olmuşdu. Heratda Nəvainin tikdirdiyi binaları gəzirdi. İxlasiyyəyə girəndə at peyni gördü. Bu gözəl binalara onun əskərləri at bağlayırdı. Şeybani xan öz əskərlərinin 5-ini, 10-unu, 15-ni cəzalandıra bilər. Amma onların ağlına yerləşdirmək olmaz ki, atına baxmasın. At onun üçün hər şeydən əzizdir. Körpəlikdən onun belindədir. Südünü içir, ətini yeyir. Uzaq məsafələrə onu çatdıran da bu atdır. Ona necə baxmasın? O atını vuruşduqları hökümdarların sarayından əziz tutacaq. Başqa əlac yoxdur. Elə belə də olmalıdır. Köçər əskərlərinə bu işlərinə görə heç nə demədi. Onları ruhdan salmaq olmazdı. Vaxt gələcək, o dünyanın hamısını tutacaq. İstanbula qədər. Onda sənətkarların qaçıb getməyə yerləri olmayacaq. Məcbur olacaqlar. İstər-istəməz, haqsız, mutsuz Şeybani xana xidmət edəcəklər. Nəyinə lazımdır indi memarlar, şairlər, rəssamlar? Hələlik dağıtmaq lazımdır. Şəhərləri, qalaları yıxıb yerlə yeksan eləyəndən sonra təzədən tikəcək. Özü bildiyi, öz xoşuna gələn kimi. Hələlik hökümdarları bir-bir qovur. Onların gözəl xanımlarını öz hərəmxanasına qatır. Xoşuna gəlməyənləri sərkərdələrinə bağışlayır. Heç bir şəhərin saraylarına da girmir. Çadırda rahatdır. Şəhərin ortasında çadır qurdurur, orada yaşayır. Şəhərlər olmasa da olar. Yövşanlı, saksağollu çöllər heyif deyil, genişdir. Atının başını burax, səni bir ömürlük yol aparsın. İnsan da bir yerdə oturub qalarmı? Bu tənbəllikdir, acizlikdir. Bütün bu ölkələri birləşdirib, dünyaya hökümran olandan sonra da elə çadırda yaşayacaq. Ölkənin bu başından o biri başına seyrə çıxacaq. Şeybani xan yumşaq balışlara söykənmişdi və yuxulu kimi qıyıq gözlərini yummuşdu. Canında bir ağırlıq hiss eləyirdi. Bu nədir belə? Qocalıqdır. Qocalıq mənə yaxın düşə bilməz. Mən xəlifəyəm. Məhəmməd Peyğəmbərdən sonra mənim adım çəkilməlidir. Minayi tarixi ilə 1256-cı ildə Hülaki xan Bağdadı alıb, Abbasi xəlifələrinin son nümayəndəsini öldürəndən sonra bütün müsəlman ölkələri xəlifəsiz qalmışdı. Heç kim bütün müsəlmanların xəlifəliyini boynuna götürməyə cürət eləməyib. Bu iş heç Teymurləngin də ağlına gəlməyib. Gəlsə də ürək eləməyib. İndi o, Şeybani xan Bağdadda, lap Məkkənin özündə bu vəzifəni boynuna götürər. Şeybani xəlifəliyinin əsasını qoyar və dünyanı idarə eləyər. Belə müqəddəs işə başlayan şəxs də qocalarmı? Yox, o qocalmayıb. Günü-gündən cavanlaşacaq. Übeydullah Sultandan bir xəbər yoxdur? Yox, deyə çadırın qapısı ağzında yumurlanıb yumaq kimi oturan, əlindəki kitaba baxan bitikçi cavab verdi. Şeybani xan öz-özünə deyinməyə başladı. Qudurtmuşam bunları. Qohum Übeydullah Sultanı da, oğlum Teymur Sultanı da. Məvərənni hərdən Xorasana qayıtmaq nə böyük yoldur ki? Yox, onların orada ayrı işləri var. Məni saymırlar. Gələrlər, onların başlarını kəsib çadırın günbəzinə taxtıraram. Yerdə qalanlar onda mənə hörmət eləyərlər. Mavərən nəhri tutub Xorasana gəlib, orada üsyanlar başlayıb. Sabah buradan İrana getsə, onda burada da qarmaqarışıqlıq düşəcək. Ölkəni idarə eləmək üçün ağıllı vəzirlər, bilikli məmurlar lazımdır. Teymurləng ölkədən çıxanda öz yerinə arvadı Bibi xanımı məmur eləyirdi. Qayıdıb görərdi ki, hər şey yerindədir. Bəs mən kimi məmur eləyə bilərəm? Arvadların içərisində ən ağıllısı yenə də Xanzadə bəyimdir.
hökmdar qızı, hökmdar bacısı olub. Amma ona nə Mavərən nəhri, nə Xorasanı etibar eləmək olmaz. Qardaşı Baburu çağırar. Bu 10 ilin içində onunla əməlli başlı söhbət də eləməmişəm. Yenə at ayaqlarından səsi eşidildi. Bu çaparlar onu lap zinhara gətirmişdilər. Xoş xəbər olanda vaxtından geç, bəd xəbər olanda vaxtından tez çatdırırdılar. Bu da bəd xəbər gətirəndi. Yəqin Şah İsmail barəsində bir söz işdib. Şeybani xan dünən Məşhədə qayıtmışdı. Şərq tərəfdən Übeydullah Sultanla Teymur Sultan gələcək. Birləşib İran üstünə gedəcəkdilər. Şah İsmailin sifarişini eşidib gülmüşdü. Nəzir gətirir. Hara qoyacaq o nəziri? O ziyarətgahı bir günə salmamışıq ki, orada Allah kəlamı da oxuya biləsən. Sözünə bax. Uşaq. Ağzından süd iyi gəlir. Neçə ilin hökmdarına. Ordular qənimi sərkərdiyə göndərdiyi xəbərə baxa. Gəl, sənin özünü tutub qurban kəsərik. Qurbanlıq quzu. Onu dizimin altına qoyub, başını özüm kesəcəm. Çapar gəlib icazə istəyirdi. Şeybani xan səsini qaldırdı. Çapar içəri girdi. O heç adam oxşamırdı. Kipriklərini də, qaşlarını da toz basmışdı. 3 at dəyişmişəm. Şah İsmailin qoşunu bir mənzillikdədir. Nə qədərdir? Sayı hesabı yoxdur. Şeybani xan qalxdı. Minbaşları yanıma. Birazdan onun qarşısında 17 nəfər dayanmışdı. Demək, 17 min qoşunu var. Hesabına görə çox olmalıydı. Amma burada bunun səbəbini araşdırmağa vaxt yox idi. 2 min başıya gələn düşmənin qarşısını saxlamağı, 3 min nəfərə hərəmxananı və onun özünü mühafizə etməyi tapşırıb ata mindi. Şeybani xan Məşhəddən çıxıb Mərv qalasına yol alanda, artıq Şah İsmail qoşununun qabaq dəstələri onun saxladığı 2 min nəfəri qılınclayırdı. Şah İsmail şəhərə çatana dək, onun qoşunları Şeybani xanı izləyirdi. Şeybani xan Şah İsmailin bu tezliklə onun üstünə gəlməyə ürək edəcəyinə inanmırdı. Təcrübəsizdir. Onun kimi sərkərdələrin qarşısına çıxmamalıydı. Eybi yoxdur. Qoy gəlsin. Onu Mərvə qədər çəkib apararam. Ona kimi Übeydullah Sultanla Teymur Sultan gələrlər. İşini o qum səhralarında bitirərik. İranın yolu Bağdada qədər üzümüzə açıq olar. Şeybani xanın ömrü səhra müharibələrində keçmişdi və inanırdı ki, Şah İsmaili qum səhrasına, Mərv ətrafına çəksə, orada istədiyini eləyəcək. Ona görə də şəhərdə onunla vuruşmağa lazım bilməmişdi. Yox, o qorxub qaçmırdı. O bu ağzından südüyü gələn sərkərdiyə tələ qurur. Qum səhrasından tələsindən isə o heç vaxt qurtara bilməyəcək. Onun qoşununun atları da, süvariləri də dəvə kimi susuzluğa davamlıdır. Təkcə Saksaulla o heyvanları yedirtmək mümkündür. Şah İsmailin ordusunun atları da, adamları da bolluğa öyrəşiblər. Yemin, suyun bolluğuna. Acılıqdan, xəstəlikdən tələf olacaqlar. Şah İsmail onun qaçmağından həzz alsa da, qələbiyə sevinsə də, fikirləşdi ki, bu da bir tələdir. Şeybanidə qoca hiylələr çox ola bilər və buna həmişə hazır olmaq lazımdır. Sərkərdələrinin şurasını çağırdı. Şeybani Mərvə tərəf qaçdı. O, Cərcə yolu ilə Buxarıya qayıda bilər. Biz onu izləyə bilərik. Ya da bu fikrimizdən əl çəkib Heratı, bütün Xorasanı tutub təmizləyərik. Xalq bilər ki, 100 ilin ayrıları vətənə qayıtdı. İndi nə deyirsiniz? Dədəbəy qorçubaşılıqdan çıxarılandan şahdan ürəyində incik qalmışdı. Odur ki, heç danışmaq da istəmədi. Qara Piri bəy Qacar, qara, iri yumruğunu dizinin girdəsinə vurdu. Mürşidimiz, kamilimiz, biz bura gəlmişiksə, Xorasanı daha heç kimə verməməliyik. O ki, qaldı Şeybani xana. Onu biz əzməsək, geri qayıdan kimi yenə Xorasana soxulacaq. Onun dərsini verib burnunu ovmalıyıq. Biz ömür boyu burada oturub qala bilmərik axı. Mən Şeybaninin Buxarıya getməyinə inanmıram. Onun da mənliyi var. Buradan qaçsa da uzağa getməz. O Buxaradan kömək gözləyəcək. Biz Herata getsək, o böyük qoşunla qabağımızı kəsə bilər. Ərzaq da, sursat da Təbrizdən gəlir. Onda vəziyyətimiz çıxılmaz olar. Biz Şeybaninin üstünə getməliyik. Şah İsmail qocaman sərkərdə Qara Piri bəy Qacarın cəsarətinə də, ağlına da, dərrakəsinə də inanırdı. Onun gətirdiyi dəlillər də ağlabatan idi. Hüseyin bəy Lələ də, ən axırda Dədə bəy də bu fikrə tərəfdar çıxdılar. Şah İsmail də bu fikri bəyəndi və qoşuna
Mərv qalasına yerimək əmri verdi. Şeybani xan uzağa getmədi. Mərv qalasına çatıb, qapıları bağlatdırıb, qoşunlara qalanı müdafiə eləməyə tapşırıb, özü Ərkin həyətində çadır qurdurdu. İlk dəfə idi ki, o qalada oturub düşməndən müdafiə olunurdu. Qaladan zəhləsi gedirdi. Həm onu mühasirə eləməkdən, həm də mühasirədə qalmaqdan. Ulu babası Çingiz xan kimi. Buradan keçib Herata gedəndə Mərv qalasına dağıtdırmaq istəmişdi. Qalanın bəyi Xoca Mahmud Sağarçı yalvar yapış eləyib qoymamışdı. Lazım olar demişdi. Bu səhrada bu divarlardan başqa kölgə yoxdur. Mənimdirsə bu torpaq. Orada qala lazım deyil. Mən rəiyyətimi qaladan da yaxşı qoruyuram. Həşəmətli xan, hər tənəzzülün bir tərəqqisi, hər tərəqqinin bir tənəzzülü olur. Bu qalanı neçə əsrlər əvvəl İsmail Səmari tikdirib. Onun ruhuna hörmət eləyin. Qoşun həmişə burada olmur. Əhalini quldur qaçaqdan qoruyub bu qala. Onu fikrindən döndərmişdi. İndi qalaya sığınandan sonra Xoca Mahmud Sağarçıya haqq qazandırmışdı. Şah İsmailin qoşunu qalanı ala bilməyəcəkdi. Əvvəla burada mancanaqlar qurub divarları deşmək müşkül iş idi. Çünki ətrafda 3-4 günlük yolda bir daş tapmaq mümkün değildi ki, mancanağa qoyub divara çırpasan. Bir ağac yoxdur ki, kəsib kötüyünü mancanağa qoyub atasan. Hər tərəf qum səhrası idi. Bu qumluğun arasından Mahmudun çayı axırdı. Şah İsmail çadırda oturub qalaya baxırdı. İndi görürdü ki, Xorasana hücumu payızın son ayına saxlamaqda düz iş görüb. Yoxsa bu səhranın istisinə dözmək mümkün olmazdı. O süfrəyə oturmuşdu. Xörək gətirdilər. Nə yedisə, dişinin dibində qum xırçıldadı. Axırda əsəbləşib Muradı çağırdı. Bu nə yeməkdir? İçi qumdan doludur. Murad hər cür tədbir görmüşdü. Xörəyi 2 qat çadırın içində bişirirdilər. Yenə də hardansa qum dolurdu. Şahım, heç cür əlac yoxdur. Nə eləyiriksə qum dolur. Qum bəlkə də elə adamın öz dişlərinin dibinə dolurdu. Şah İsmail Muradın səmimiyyətinə inanırdı. Onun hər cür tədbirə əl atacağını da bilirdi. Odur ki, hislənmədi. Nə dəhşətli yerdi. Yay olsaydı, gör bu səhra nə idi? Bəli, şahım. Qoyunu kəstirirəm, soyulan kimi qum basır. Nə qədər yeyirsən də xeyri yoxdur. Mən elə bilirdim, səhrada qum adamı yeyir. Deməyəsən, adam qumu yeyirmiş. Oğlun necədir? Murad bu qayğıdan mütəəssir oldu. Sifətinə çox mehriban, səmimi ifadə qondu. Mərhəmətiniz sayəsində yaxşıdır, böyüyür. Hardadır? Özümlə gəzdirirəm, şahım. Bəs müharibələrə uşaq apararlar? Murad güldü. Bütün müharibələrdə özün olursan, şahım. Onun ömrü sizinkindən qiymətlidir ki, talih hamımızın talihimizi alnımıza yazıb. Nə olar? Bu sözdə şahın xoşuna gəldi. Ona yaxşı savad verdir. Qoy oxusun. Elmli, bilikli olsun. Məşğul olur. Söhbətdən sonra Şah İsmail hiss elədi ki, dişləri arasında daha çox qum xırçıldayır. Demək bu gözə görünməyən qum havadadır. Yaxşı, get. Aşpazlara de, biraz da diqqətli olsunlar. Amma bu qum heç gözə də görünmür. Bu nədir? Şeybani xanın ölkəsi elə qumun, tozun içindəymiş ki. Murad qayıtdı. Aşpaz Şah Hüseynə şahdan eşitdiklərini dedi. Uca boy, cüssəli Şah Hüseyn ağardı. Gecgahlarını soyuq tər bastı. Qorxma, qəzəblənməyib. Onlar alaçığın hər tərəfini təzədən tutdular. Səhərsi gün Şah İsmaila da, eyni vaxtda Şeybani xana da xəbər verdilər ki, Buxara tərəfdə toz dumanı göyə qalxıb. Şah İsmail bədminləşdi. Şeybani xan sevindi. Yəqin ki, Şeybani xanın qoşunları köməyə gəlir. Belə olsa işimiz çətin olacaq. Sərkərdələrinə hazır olmağı, qoşunları ayağa qaldırmağı tapşırdı. Özü də çadırdan çıxıb toz dumanına baxmağa getdi. Üfüqdə çox hündürə qalxan duman vardı. Bu tozu ən azı 100.000 qoşun qaldıra bilərdi. Özləri də çox sürətlə yaxınlaşırdı. Şeybani xan bu toz dumanına baxıb ürəyində Übeydullah Sultanın da, Seymur Sultanın da günahlarından keçdi. Vaxtında gəlirlər. Özləri də bütün Mavərən nəhri ayağa qaldırıblar. Amu dəryanın, Sır dəryanın üzünü o tərəfə döndəriblər. Qoy diyansın, görək necə dayanır Şah İsmail. Səhrada heç vaxt vuruşmayıb. Bilmir ki, qoşunu takırla apararlar. Salır qumun içinə, atlar yeriyə bilmir. O indi qaçsa da, biz onu tulqama eləyib tutarıq. Elə də sevinə-sevinə məni qovur ki.
Şah İsmail özünü danlayırdı. Danlayırdı ki, nə üçün Ceyhun çayının kənarına qoşun göndərməyib? Çaydan keçəndə onların üstünü alıb məhv eləmək daha asan olardı. Nəinki indi? İndi bu axının qabağını saxlamaq olmaz. Geri çəkilmək lazımdır. Yaxşı, bəs bizim yollarda qoyduğumuz adamlar niyə xəbər gətirmir? Şeybani xan qoşun çatan kimi qala qapısını açıb, özü hücuma keçməyə fikirləşir. Götür qoy eləyirdi. Qalanı mühafizə eləyən qoşun 12 mindir. Mənim qoşunum isə 15 mindir. Düzdür, mən onunla vuruşaram, qalib də gələrəm. Qoy mən yox, elə sərkərdələrim. Oğlum gəlib onun cavabını versin. Mən özümü yüngül saqqal eləməyim. 62 yaşlı sərkərdə 23 yaşlı uşağın qabağına çıxıb vuruşacaq. Eşitdiyimə görə hələ Sultan Bayezdə məktub yazanda mənim hörmətli atam yazır. Mən Bayeziddən də yaşlıyam. Qalanın bürcü arasından görünən toz dumanın rəngi qaralırdı. O niyə qaralır? Oralarda qara torpaq, qara qum yoxdur. Şah İsmail da bu qaralığı gördü. Alaçıqların tənəklərini, dirəklərini bərkidin, deyə sərkərdələrinə əmr verdi. Birazdan güclü qum tufanı başladı. Dəvələri yatırtmış, onun kölgəsinə girmişdilər. Alaçıqların neçəsi yatdı. Üstünə yığılan qumun ağırlığına dözə bilmədi. Amma Şah İsmail sevinirdi. Bu Şeybaniyə gələn kömək yox, tufan, səmum yeliymiş. Tufan bir neçə saat çəkdi. Hava sakitləşəndə adamlar silkinib qumun altından çıxırdılar. Qum təpəcikləri hərəkət eləmiş, yol, iz itmişdi. Qalanın içərisinə də çoxlu qum dolub təpə kimi dayanmışdı. Qum tufanının sonunda Şeybani xan bədbinləşmiş, Şah İsmailin ümidi artmışdı. Qalanın mühasirəsi davam eləyir, günlər keçirdi. Qışın soyuğu başlanmışdı. Amma Şeybani xan təslim olmaq istəmirdi. Süvarilərin atları kəsilib qurtarmayınca onların ərzağı vardı. Şah İsmail isə bu qədər gözləmək fikrində deyildi. Belə imkan bir daha onun əlinə çətin düşərdi. Yenidən o sərkərdələrini toplayıb məşvərət elədi. Dədəbəyin tutqunluğu onun xoşuna gəlmirdi. Qorçubaşlıqdan çıxarılandan sonra incik gəzir. Bu inciliyini hamı hiss eləyirdi. Hətta Şah İsmail da. Bu tutqunluq onun fikrini başqa səmtə çəkməz görəsən. İnsan xilqəti mürəkkəbdir. Əvvəl kömək göstərdiyi, mehriban olduğu adamla sonradan qanlı bıçaq düşmənə çevrilir. Onu saraydan uzaqlaşdırmaq lap açıq düşmənçiliyə gətirib çıxarardı. Müşavirədən sonra Hüseyin bəy Lələ ilə təklikdə qaldı. Dədəbəydən gözüm su içmir. Pir, Mürşid Kamilim. Necə bəyəm? Qorçubaşlıq əlindən alınandan sonra deyəsən məndən çox narazıdır. Elə yerə baxır. Yerə baxan adamdan da nə desən gözləmək olar. Hüseyin bəy də bunu hiss eləmişdi. Amma o həmişə çalışırdı ki, arada barışıq, mehribançılıq, əmin-amanlıq olsun. Gözüm həmişə ondadır şahım. Atan Şeyx Heydərin dostlarından heç biri indiyə qədər xəyanətkar çıxmayıb. Dədəbəy də dəyanətli adamdır. O incisə də, yalnız ondan inciyə bilər ki, ondan sonra gələn qorçubaşından sədaqətsiz deyildi. Onun zəhməti çox olub. Düzdür, zəhməti çox olub. Buna görə də nə qədər mülk, vilayət bağışlamışam. Qaşqabağı isə açılmır ki, açılmır. Hökümdarın kimdən gözü su içmirdisə, ölkənin uzaq, ucqar vilayətlərinə hakim göndərirdi. Fikirləşirdi ki, Mərv qalasını alsın və Dədəbəyi buraya hakim təyin eləsin. Ən çətin yerdir. Übeydullah Teymur sultanlarla üz-üzə dayanacaq. Onların qarşısını saxlasa, əyaləti abadlaşdırsa, demək əvvəlki Dədəbəydir. Yox, hərəkətlərində naqislik görsə, demək dəyişib. Xan Məhəmməd ustacılığını Diyarbəkirdə Sultan Bayezidin qarşısına sipər qoymayıbmı? Xadim bəy Xulafanı Bağdadda oturtmayıbmı? Niyə onun atasının dostları elə onunla bərabər sarayda qalmalıdır? Qoy ölkənin ən çətin işlərini öz boyunlarına götürsünlər və xeyir gətirsinlər. Sarayda şeir məclislərində, ləziz süfrələrin kənarında oturub şahla həmsöhbət olmaq asan işdir. Hüseyin bəyin özünü də ölkənin bir tərəfinə göndərməlidir. O böyüdükcə Hüseyin bəyin nəsihətləri, məsləhətləri onu bezdirirdi. Axı onun öz ağlı, dərrakəsi yerindədir və ölkəni idarə eləmək üçün kifayət eləyir. Hüseyin bəyin bircə xeyri var ki, hərdən bir həddən artıq qeyzlənəndə onu sakitləşdirir. Odu su ilə söndürürdü. Bir də atasının dostlarının heç biri şair deyildi. Heç biri yüksək savad almamışdı. Heç biri dövlət siyasətinin nə olduğunu bilmirdi.
Onlar sədaqətli idi. Onların hamısı qılınc adamı idi. Döyüş, yürüş, qələbə qazanmaq elmini bilirdilər. Bu isə ölkənin inkişafı, çiçəklənməsi üçün bəs deyildi. Müşavirədən sonra o pərdəni qaldırıb qonşu alaçığa keçdi. Taclı bəyim uzanıb gözlərini yummuşdu. İlahi, necə də gözəl çöhrəsi vardı, necə də zərif dodaqları vardı. Ayaqlarının ucunda yaxınlaşıb oturdu və qarşısındakı bu gözəl məxluqa tamaşa eləməyə başladı. Onun zərif qulaqlarında təzə sırğalar vardı və bir daş günəş kimi şəfəq saçırdı. O daşı Hüseyin bəy gətirmişdi. Ziyad xanın hədiyyəsi idi. Taclı bəyimə bağışlamışdı o daşı. 2 yerə böldürüb parçasının birini Bəhruzə xanıma, birini də Taclı bəyimə verməyə ürəyi gəlməmişdi. Daş heyf idi. Amma budur. Onu Taclı bəyim 2 yerə böldürüb özünə sırğa düzəltdirmişdi. Onunla məsləhətləşməmişdi. Amma o belə xırdalığa getməyəcəkdi. Taclı bəyimin çəhrayı dodaqları qaysaq bağlamışdı. O heç nə eşitmirdi. Elə rahat və sakit nəfəs alırdı ki, ayaqları yalındı və topuğuna bağladığı xalxalın yumru qızıl qotazları uzanıb, dalayı parçadan üzü olan döşəyə toxunurdu. Yaxasının üst düymələri açılmışdı. Ağ, quzey qarı kimi ağ döşlərinin arası görünürdü və orada tər damcıları vardı. Onun yatışında qəribə bir rahatlıq, arxayınlıq və əminamanlıq vardı. Taclı bəyin başını yastığa necə qoymuşdusa, saçlarının bir düzümü də pozulmamışdı. O xeyli beləcə oturub Taclı bəyimə baxdı. Amma onun oğlu da olsa, taxta oturmağa qoymayacaqdılar. Sultan Yaqubun qız nəfəsi olduğuna görə. O isə oğlan istəyir. Keçən dəfəki əhvalatdan sonra o bir daha övlad üzü görüb Şah İsmaili sevindirə biləcəkdimi? Kim bilir? Onun qolu uzanıqlı, ovcu açıq, barmaqları yarı yumulu qalmışdı. Deyəsən kitab oxuyurmuş və aşağı baxanda xalçanın üstündə üzü üstə yerə düşmüş kitab gördü. Götürüb baxdı. Sədi Şirazinin Gülüstan əsəri idi. Şah İsmail onun əlində həmişə fars şairlərinin divanlarını görmüşdü. Atasının sarayında da farsça təhsil almışdı. Çox vaxt da farsça danışır. Yalnız əri ilə Azərbaycan dilinə keçirdi. Görəsən mənim şeirlərimi, ona həsr elədiyim qəzəlləri, qoşmaları oxuyurmu? Qalxıb sakitcə çıxdı və özü ilə apardığı Gülüstanın yerinə öz divanını, təzəcə köçürülmüş, nəqqaşlar tərəfindən bəzədilmiş divanı qoyub çıxdı. Keyfi biraz pozuldu. Bunları yaddan çıxarmaq istədi. Müşavirədə şərtləşdikləri hərbi hiləni yerinə yetirmək üçün ən xırdalıqları fikirləşməyə başladı. Şeybani xanın heysiyyətinə toxunan bir məktub yazmaq lazımdı. Səhərsi hava daha da sərtləşmiş. Qum üstünə qırov düşmüşdü. Qırov dənələri qumdan seçilməsə də, ulduz-ulduz parıldayırdı. Carçı üzünü qalya tutub qışqırır, səsini Şeybani xanın özü də eşidirdi. Ey gün doğan elinin ən qorxaq, ən aciz sərkərdəsi, sənin kimi kişidənsə, anan kör bir küçük doğsaydı daha yaxşı olardı. Kişiliyin bu ola, elçilərin ləhhiccəli hökümlü namələr göndərməyin nədir? Qoca, qart tülkü kimi yuvana girib gizlənmisən. Eybi yoxdur. Şahımızın vacib işi olmasaydı, sənin o yuvana tüstü verib boğardı. Qalsın gələn dəfiyə. Carçı məktublanmış, oxu kamana qoyub yayı dartdı. Ox qalanın bürcü üstündən keçib içəriyə. Şeybani xanın qızılı Təbriz parçasından qurulmuş alaçığına sancıldı. Oxu dartıb çıxartdılar. Məktubu Şeybani xanın özünə apardılar. Burada da ona təhqirami sözlər yazılmış. Namərdlikdə, nakişilikdə, qorxaqlıqda təqsirləndirilmişdi. Məktubu oxuyub parça-parça eləyib, manqalda yanan at təsinin üstünə atdı. Samur xəzindən tikilən xorazan kürkünü geyinib çıxdı. Pillələrlə bürcün üstünə qalxmağa başladı. Onun ayaqları nazilmişdi, əyilmişdi. Elə bil bədəninin ağırlığına dözməyib yanlara çökmüşdü. Pillələri zorla çıxırdı. Gücü, qüvvəti tükənmişdi. Şah İsmailin düşərgəsinə baxmadan üfüqə göz gəzdirdi. Qoşun filan yox idi. Carçı bayaqki sözləri yağdırırdı. Qalanın ətrafında isə alaçıqları sökür, atları yəhərləyir, çıxıb getməyə hazırlaşırdılar. Yaman tələsirdilər. Bu tələ olmaya. O qərar qəbul eləməmiş, hər şeyi ölçüb biçməyə öyrəşmişdi. Döyüşdə cürət qələbəni təmin eləyən əsas amil olsa da,
Sərkərdənin döyüşdən əvvəlki fikri aramlı, təmkinli olmalı. Hər şeyi ən kiçik təfərrüatına qədər götür-qoy eləməli idi. Əvvəlcə ona elə gəldi ki, bu tələdir. Onu aldadıb qaladan çıxarmaq üçün düşünülmüş tələdir. Odur. Uzaqda Şah İsmail atına süvar oldu. Əyan Əşrəfi ilə yola düşür. Burada isə bir çöp belə qoymurlar. Tonqal yandırdıqları saksalı kollarını belə yığıb aparırlar. Demək, uzaq yol gedəcəklər. Həm də tələsirlər. O qədər tələsirlər ki, yolda çırpı yığmağa da vaxtları yoxdur. Qalanın ən hündür yerində onun keşikçisi vardı və o, Şah İsmailin alaçığını gözdən qoymurdu. Onu çağırtdırdı. Bugün səhər ora gələn olmuşdu? Bəli. Əvvəl bir atlı o qum təpələri arxasından çapa-çapa gəldi. Sonra sərkərdələr hökümdarın çadırına yıxıldı. Ondan sonra başladılar yığışmağa. Demək, Sultan Bayazid məndən fərasətlə çıxdı. O Təbrizə basqın eləyib. Bu fikir ağılına batmadı. Qışın bu vaxtı Bayazid hücum eləməz. Diyarbənd tərəflər dağlıqdır. Qar çox olur deyirlər. Atlara, orduya yem tapmaq olmaz. Onda Təbrizdə nəsə olub. Şeybani xan bu çəkilib getməyin hiylə olduğuna da inanmadı. Qalada, isti evlərdə yatan qoşunu, soyuqda gecələyən qızılbaşlardan həm dincdir, həm çoxdur. Səhrada vuruşmağı da onlardan daha yaxşı bacarırlar. Özləri də tələsik qaçırlar. Bürcün üstündən qışqırdı. At belinə. Düşmənin üstünə getməyin vaxtıdır. Qoşun atlandı. Onun özü də qılıncını qurşadı. Camış dərisindən düzəldilmiş qalxanını qoluna keçirtdi. Açın qapıları. Qalanın əsas qapısını çətinliklə açdılar. Qabağına çoxlu qum yığılmışdı. Ya Allah, ya Məhəmməd, deyə o qılıncını siyirdi. Amma bahadırları, pəhləvanları, sərkərdələri ondan qabağa düşdülər. Onlar çıxanda qızılbaş qoşunu xeyli uzaqlaşmışdı. Şeybani xan atlıları qiyə çəkə-çəkə onları izləməyə başlayanda Şah İsmail qoşununda qaça-qaç başlandı. Yalnız kiçik bir dəstə Mahmudun çayının üstündəki körpüdə dayanıb, onların yaxınlaşmağını gözləyib ox yağdırmağa başladı. Gözünə ox batmış at səndirləyib yıxıldı. Sahibi yəhərdən çıxıb neçə dəfə mayallaq aşıb yerdə qaldı. Ox bir döyüşçünün hülqumuna sancıldı. Dəmir köynəkdən keçmişdi. O əlini atıb oxdan yapışdı. İniltisi, bağırtısı qiyyə səsində eşidilmədi. Arxası üstə yerə gəlib qıvrıla-qıvrıla qaldı. Atlar onu ayaqlayıb keçdi. Onlar körpüyə yaxınlaşanda bu kiçik dəstənin atlıları da yəhərə yatıb çapıb uzaqlaşdılar. Körpü dar idi və 3 atlı yanaşı zorla keçərdi. Sürəti yeyinlədib düşməni təqib etməyə başladılar. Qoşunun sonu körpüdən üzüləndə qabaq dəstə takırda geri qayıdan düşmənlə üzləşdi. Şeybani xan indi başa düşdü ki, bu hiylədir və onu aldatmaq üçün lap zərgər dəqiqliyi ilə işləyiblər. Həm də Şah İsmail qoşununu bu baxarlarda gizlədib. Yalnız 12 minini qalanın mühasirəsinə göndəribmiş. Burada 35-40 min qoşun var. Onun aqibəti həll olunmaq üzrədir. Geriyə, qalaya qaydın. Şeybani xanın bu əmrini hərə bir cür başa düşdü. Arxa cərgələr körpüyə dönəndə basa-bas düşdü və körpü uçdu. Adamlar, atlar bir-birini basır, ayaqlayır. Körpünün uçduğunu bilmədən onun üstünə gedir. Çaya tökülüb şikəst olur. Arxadan gələnlərin altında qalırdılar. Şeybani xan Mərv qalasına qayıtmağın mümkün olmadığını görüb Herat tərəfə üst tutdu. Amma onun qarşısını qoşun kəsmişdi. Sağ tərəfdə qoyun ağılları vardı və o atını oraya çapdı. Dədə bəyin atlıları onu izləyirdi. Gəncədən gələn Mahmud bəyin atlıları da Dədə bəyin sağ cinahı ilə çapırdılar. Şeybani xan atını sürdü. Ağıllar da kərpicdən tikilmişdi və bura böyük meydan kimi yer idi. Açıq qapısından girdilər və gördü ki, çıxmaq üçün yer yoxdur. Beynindən ildırım sürətli bir fikir keçdi. Heç bilməzdim ki, qoyun ağlında öləcəm. Onu əhatə eləyən dəstə 100 nəfərdən çox deyildi. Onlar qaçır, arxadan gələnlər qovurdu. Qılınclar qarxanlara yox, çiyinlərə, boyunlara, qollara dəyirdi. Qoyun ağlında qəribə bir qaçdı qovuda başlamışdı ki. Qızılbaş qoşunları onları araya almışdılar və həmin dairə getdikcə daralır. Şeybani xanın adamları hər an azalırdı. Atı da sürmək olmurdu. Ayaq altı at və insan meyitləri ilə doluydu. Şeybani xan hər tərəfdə qırmızı rəng görürdü. Bu qədər qan ola bilərdimi? Bu həm qan idi,
həm də qızılbaşların dəbilqə üstündən sarınmış çalmaları idi. Məni necə də aldatdı. Məni necə də aldatdı. O ürəyində və özünün eşitmədiyi səsi ilə oğlu Teymur Sultana söyürdü. Onun əlində qılınc vardı və bu qılıncla nə edəcəyini bilmirdi. Hələ bir dəfə onunla qamçı kimi atın sağrısına çəkmişdi və qara atın sağrısındakı yaradan qan şuruldayırdı. Birdən onun gözləri axdı və yerdəmi, hardamı sonuncu dəfə onu hiss elədi ki, atın nalı onun sifətini sıxdı və dünyanın bütün ağırlığı onun aldaydı. Şeybani xan huşunu itirdi. Dədəbəy əlindəki toppuzla Şeybani xanın atının qaşqasından tutmuşdu və o atla bərabər geri gəlmişdi. Ətrafdakıları da axırıncı adama qədər qılıncdan keçirtdilər. Qoyun ağlında döyüş qurtardı. At, insan meyitləri bir-birinə qarışmışdı. Bir çoban iti isə bu qanlı döyüşü görüb qaçıb dar bir yerdə, iki divarın arasına girmişdi və orada zingildəyirdi. Şah İsmail özü döyüşə girib qılınc çalmamışdı. Takırın üstündə dayanıb döyüşü idarə eləyirdi və bu hərbi hiylə də onun təfəkkürünün məhsulu idi. Artıq döyüş qurtarmaq üzrə idi. Qaçıb düzlərə dağılanların dalınca düşmüşdülər. Rəssam Sultan Məhəmməd Təbrizinin ov tablosu onda belə bir döyüş təşkil etmək fikri oyatmışdı. O boyda adlı-sanlı sərkərdə və hökümdarı adi cərgə ovu üsulu ilə ovlamış, məğlub eləmişdilər. Döyüş qurtarandan sonra əsirləri qol-qola çatır, hərə tutduğu atın cilovunu öz atının quşqununa bağlayır. Silahı da, əlbəsələri də toplayırdılar. Buradan qalaya qayıtdılar. Körpü lazım olmadı. Çayın içi at, insan meyti ilə o qədər dolmuşdu ki, onun üstündən at minib sürmək mümkün idi. Murad oğlu Fərhadı çadırda oturdub yemək vermişdi və çölə çıxıb meyitləri görməmək üçün başının üstünü kəstirmişdi. Uşaq isə yeyə bilmirdi. Niyə yemirsən? Qan iyi gəlir, dədə. Qoyun kəsilib, onun iyiydi, ye. Yox, qoyun deyil. Mən çadırın arasından baxırdım. Biri atın üstündə çapa-çapa gəlirdi bura. Şah Hüseyin əmi çadırın yanından çıxıb baltanı onun başına vurdu. Yıxılıb qaldı orada. Murad 6 yaşına keçmiş oğlunu bu döyüş meydanına gətirdiyini peşman olmuşdu. Amma harda? Kimin yanında qoyaydı? Oğlum, düşmən bizim üstümüzə gəlirdi. Şah Hüseyin əmin də düşməni vurub da. Axı o yıxılanda ayana dedi. Murad uşağın hissiyatına məətəl qalmışdı. Ona nə cavab versin? Düşmənin də anası var da, oğlum. Bəs sənin anan yoxdur, dədə. Mənim də anam yoxdur. Şahımızın da arvadı var, anası yoxdur. O ölən düşmənin anası var. Bəs anası ağlamayacaq? Muradın iri gözləri nəmləndi. Ay oğul, belə müharibədən sonra o qədər analar ağlar qalır. Şah İsmail Əyan Əşrəfi ilə Mərv qalasına yaxınlaşdı. Yəqin ki, qalada yenə də adam qalmışdı. Onlar darvazaları bağlaya bilərdilər. Söz yox ki, Şeybani xanın hərəmxanası qalada qalıb. Onların mühafizə dəstəsi olmalıdır. Amma kiçik bir mühafizə dəstəsi qalanı əldə saxlaya bilməzdi. Onlar çatanda darvazalar açıq idi və başına tələsik qırmızı çalma bağlamış Qalabəyi Xoca Mahmud Sağarçı xeyli adamla onların qabağına çıxdı. Duz çörəklə gəlmişdilər. Xoca Mahmudun əlində isə qala qapısının açarları görünürdü. Şah İsmail qaladan bir ox mənzilliyindən də aralı dayanmışdı ki, bürclərdən ox atsalar ona çatmasın. O, Xoca Mahmud Sağarçıya müraciət elədi. Bizə görə o qırmızı çalmanı bağlamsan? Yox, hökümdar. Mən Həzrəti Əliyə görə bağlamışam. Bir cəhənnəmə vasil olmuşa görə məcbur qalmışdım. Mən bu qalanın bəyi Xoca Mahmud Sağarçıyam. Xanın xərəmxanası da, xəzinəsi də sizin ixtiyarınızdadır. Sağarçı. Sağarçı axı Şahin gəzdirənə deyilir. Şeybani xanın qoşunu götürmüsən? Allah eləməsin. Cavanlığımda Şahın ovuna gedərdim. Ləqəb oradan qalıb. Rəhmətlik Mir Əlişirlə həmsöhbət olmuşam. Şahın qorçuları qalaya girib Şeybani xanın xəzinəsini və hərəmxanasının mühafizəçilərini təksilah eləyib gətirəndən sonra Şah İsmail Mərv qalasına girdi. Dövrün adətinə görə əsir düşmüş, yaxud məğlub olmuş hökümdarın arvadlarını sərkərdələrə paylayırdılar. Amma Şah İsmail bu qaydanı qadağan eləmişdi. Onun bu işini, hamıdan ürəkli olan, hökümdara suallar verən, öz fikrini deyən Qara Piri bəy Qacar soruşmuşdu. Bu qədim adəti niyə qadağan eləyirsən, hökümdar? Bizim namusumuz var. Hökümdar kişidir. Onunla vuruşub məğlub eləmək olar.
Arvadına toxunmaq kişilikdən deyil. Bir də ki, Peyğəmbərin qızı, Həzrəti Əlinin arvadı Fatimə-i Zəhra xətrinə, qadınlara qardaş gözündə baxmalısınız. Bu sözlərin qabağında heç kim dinə bilməmişdi. Şah İsmail Xoca Mahmuddan soruşdu. Xoca, Şeybani xanın hərəmxanasında hansı məşhur adamların qızları var? Ən məşhuru Babur Mirzənin bacısı Xanzadə bəyimdir. Babur Mirzənin bacısı. Bu söz Şah İsmaila çox söz deyir. Gələcək üçün çox yollar açırdı. Babur Buxaradan, Səmərqənddən didərgin düşüb. İndi Kabildədir. Cəlayi vətən olub. Onu didərgin salan Şeybani xandır. Baburu Səmərqəndə qaytarsa necə olar? Übeydullah Sultanı Mavərənnəhərdən qovub, Baburu yerinə qaytararıq. Həm də sərhədlərimizdə dinclik olar. Həm də qədim nəslin hökümdarını öz taxtına oturdarıq. Şah İsmail eşitmişdi ki, Babur da şairdir. Babur da gözəllik, sənət aşiqidir. Amma sərkərdəlik bacalığı yoxdur. Bu sahədə ulu babası Teymur Ləngə bənzəyib. Axşama yaxın xərəmxananın qapısı açıldı. Uca boy, qamətli, yaraşıqlı, əyninə qırmızı məxmərdən qızıl düyməli arxalıq geyib, başını ortasında duma lələyi olan xəs papaq qoymuş Xanzadə bəyim çıxdı. İçi qızılbaş kənizinin müşayiəti ilə Şah İsmailin iqamətgahına getdi. O çıxanda arxadan atmaca eşitmişdi. Bizim kimi sən də qoca Şeybanidən bir şey görməmsən. İndi cavan şah hamımızın arasında səni bəyəndi. Ay bəxtəvər. O cavab vermədən çıxdı. O bilmirdi başına nə gələcək. Onu hara aparırlar? Şah yatağına, yoxsa sərkərdələrdən birinin yanına. Şahın hüzuruna getsə xoşbəxt olacaqdı. Ona sözlərini deyərdi. Əvvəla Şeybani xanın aqibətini soruşardı. Sonra isə kəbinli olduğunu bildirib, yaxasını qurtarmağa çalışardı. Xanzadə bəyim əri Şeybaninin hərəkətlərini görmüşdü. Heratda məğlub olan şəhzadələrin arvadlarını birinci gecə onun yanına gətirmişdilər. Kəbinlərini geri oxutdurmuş, özünə sığ əylətdirmişdi. Onda Xanzadə bəyim demişdi. Demişdi ki, bu zülüm yerdə qalmayacaq və bizi də belə bir tali gözləyir. Budur, həmin tali onların qapısını döyüb. Xanzadə bəyim qapıda dayanan qorçuların arasından keçib içəri girəndə, səfər taxtında oturmuş cavan, ağbəniz, qızılı bığlı, qızılı saçlı, qırğı baxışlı şahı görüb dayandı. Gözəl oğlandı. Onun qardaşı Baburla yaşı dolar. Gözləri Şah İsmaildə qaldığından ondan başqa bu otaqda heç kimi görmədi. Birdən onu məlahətli qadın səsi ilə çağırdılar. Xanzadə bəyim, buyurun yaxın gəlin. Bu səs Şah İsmailin səsi idi? Yox, ola bilməzdi. Buyurun, deyə həmin səs bir daha eşidiləndə yan tərəfdə qızıl kürsüdə oturmuş mələksifət bir xanım gördü. Necə də yaraşırlar. İlahi, bu qadını ilahi qüdrətdən yaradıb. Xanzadə bəyim təşəkkür elədi. Yaxınlaşıb Taclı bəyimin yanındakı kürsüdə oturdu. Yalnız bundan sonra ətrafa baxdı. Otaqda onlardan başqa heç kəs yox idi. Taclı bəyim onun keyfini soruşdu. Sağlamlığına xəbər aldı. Xanzadə bəyim təşəkkürünü bildirdi. Sonra özünü saxlaya bilməyib soruşdu. Müharibələr bizim müsəlman ölkələrini xəstəlik kimi yeyib qurtarır. Bu da həmin müharibələrdən biridir. Şeybani xanın məğlub olması məlumdur. Onun taleyi barəsində bir şey öyrənə bilərəmmi? Şah İsmail bu qələbədən sonra xeyli qürurlu olmuşdu. Şeybani xanın məktubunun və hədiyyələrinin heyfini çıxmışdı. Odur ki, qadınla danışsa da, qürurla danışmağa başladı. Həm də ona görə ki, Xanzadə bəyim qardaşının dərdini daha çox çəkməli idi. Amma Şah İsmail ona yox, Taclı bəyimə baxıb danışırdı. Şərqin böyük hökümdarı, Peyğəmbər Sələvətullahdan sonra yer üzünə gəlmiş Peyğəmbər qəhrəmanlıqla qoyun ağlında həlak olub. Mən Xanzadə bəyimi çağırmaqda ondan qardaşı Babur Mirzə barəsində soruşmaq niyyətindeydim. Babur Mirzəni Şərqin böyük hökümdarı didərgin salıb. Qardaşının yanına qayıtmağı arzu eləyərdinmi? Bunu Taclı bəyim soruşdu. Xanzadə bəyimi elə bir qəfəsdən açıb buraxdılar. Belə bir xoşbəxtliyə çatmaq mümkündürmü? Bəli. Biz sizə mühafizə dəstəsi, lazım olan nə varsa verəcəyik. Daha nə arzun varsa buyur. Taclı bəyim elə məlahətlə gülümsədi ki, elə bir xoşbəxtliyin özü bu gülüş şəklində Xanzadə bəyimin gözləri qarşısında cilvələndi. Taleyin hökmünə bax. Mən rüsvayçılığımı gözlədiyim anda mənə ləyaqətin hökmranlığını təklif eləyirlər.
10 ildən yuxarı görmədiyim qardaşıma qovuşdururlar. Bu yaxşılığın əvəzi yoxdur və mən onu heç vaxt sizə qaytara bilməyəcəm. Hörmətli hökümdar və xoşbəxtlik qədər gözəl olan bəyim. Yaxşılıq qaytarılmaq üçün deyil. Bəyim, bir sirri də sənə etibar etmək fikrindəyim. Əgər qardaşım Babur Mirzə Teymur taxtına oturmaq arzusundadırsa, ona köməyimi əsirgəməyəcəm. Nə qədər qoşun lazımdırsa verəcəyəm. Qonşu ölkələrdə cəlai vətən olduğu bəsdir. Bunu Babura mənim vəzirlərimdən biri deyəcək. Amma sizin dilinizdən eşitmək də yaxşı olar. Allah Allah, o bizə Səmərqəndi də, Buxaranı da qaytarmaq istəyir. Bundan ötürü onun qoşunlarından nə qədər qırılıb məhv olacaq. Bəs bu xeyirxahlığın arxasında bir bəd niyyət gizlənmirmi? Nə bəd niyyət ola bilər? Əgər sənin əldən çıxmış ölkəni qan bahasına alıb sənə qaytarırlarsa, burada nə bəd niyyət ola bilər? Böyük hökümdar, bu qədər böyük yaxşılığı əvəzsiz eləmək mümkün deyil axı. Baburun xəzinəsi yox, adamları azdır. Xanzadə bəyim təəccüblənmişdi. Mavərən nəhri almağa imkanı varsa, söz yox ki, bu imkan onda var. Şeybani xanı məğlub eləyib. Onda bəs nə üçün oranı öz ölkəsinə, öz torpaqlarına qatmır? Axı Şeybani xan ac gözlərini onun ölkəsinə dikmişdi və zəbt eləmək fikrində idi. Bəs o niyə bunu istəmir? Şah İsmail onun fikirlərini oxuyurdu. Qaşlarının çatılmasından, hərdən bir sifətindən inamsızlıq kölgəsi keçməsindən hiss eləyirdi. Axı o, 10 il qəsibkarın hərimxanasında yaşayıb. İstər-istəməz onun fikirləri ilə razılaşıb. Ürəyində Xanzadə bəyimlə söhbətə başladı. Hörmətli bəyim, mənə özgə torpaqları lazım deyil. Düzdür, bu torpaqlarda yaşayanların hamısı bir dildə danışır. Amma hərənin öz dərdi səri, öz adəti, öz mədəniyyəti var. Teymur atını Ağdənizdə sulamaq fikrinə düşdü. Bütün ölkələri tutdu. Axırı necə oldu? Hər ölkə yenə özlüyündə qaldı. Mavərən nəhri mən tuta bilərəm. Amma onu İrana yapışdırmaq olmaz. İran İrandır. Turan Turan. Hər kəs öz ölkəsində yaşasa, qonşuları ilə mehriban olsa, yaxşı olmazmı? Mən öz ölkəmi birləşdirib, sərhədlərini toxunulmaz saxlasam bəsimdir. Babur mənə təhlükə deyil. Babur mənə müttəfiq, həm söhbət olar. Bəyim bilsin ki, Mavərən nəhrə Baburu qaytarmaqla bir düşmənimiz azalır və bir dostumuz artır. Daha nə ricam varsa buyura bilərsən. Xanzadə bəyimin bircə xahişi vardı. Onun oğlunu da Şeybani xanın xərəmxanasındakı o biri qadınlardan doğulmuş uşaqları ilə bərabər aparmışdılar. İndi xahiş eləyib oğlunu istəyəcəkdi. Hörmətli şahım, mənim bircə ricam var. Buyurun, mənim tək bir oğlum var, özü də körpədir. Onu aparıblar. Rica edirəm, oğlumu özümə qaytarsınlar. Şah İsmail tutqunlaşdı. Qurddan olan qurd olar. Onun qanının yarısı bizim nəslindir. Taclı bəyim söhbətə qoşuldu. Əlbəttə, ana övladından ayrı olsa, ona Mavərən nəhri yox, bütün dünyanı da versən, xeyri yoxdur. Apararsan oğlunu bəyim, amma elə eləyin ki, böyüyəndə atası kimi dayısına qənim olmasın. Xanzadə bəyimin bu arzusu da yerinə yetdi. 2 gündən sonra onu 100 nəfər mühafizəçi, xidmətçi ilə yola saldılar. Şahın vəzirlərindən Məhəmməd Yusif də onunla birgə Baburla danışığa gedirdi. Şah İsmail Dədə bəyi yanına çağırtdırdı. Hüseyin bəy Lələnin yanında belə bir söhbətlər oldu. Dədə bəy, Mərv vilayətinin hakimliyini sənə həvalə eləyirəm. Düzdür, burada hələ Şeybani xanın tör-töküntülərinin təhlükəsi var. Onun qarşısını almaq üçün kömək verəcəyik. Həm də başqa tədbirlər görürük. Mənim atamın dostlarının hər biri ölkənin təhlükə gözlənən əyalətində oturub ölkəni qorumalıdır. Bu işi mən özgələrə etibar eləyə bilmərəm. Dədə bəy gördü ki, şah onu Təbrizdən də uzaqlaşdırıb bu qum səhrasının içərisinə atır. Hüseyin bəy onun yanında oturmuşdu. Şahın nəzərinin yayındığını görüb, onun dizini dürtmələdi. Yəni razılıq ver. Dədə bəy gec dilləndi. Şahımızın hər tapşırığı bizim üçün Quran ayəsidir. Şah İsmail onun könülsüz razılıq verdiyini görsə də üstünü vurmadı. Onun 23 yaşı tamam olacaqdı. Bunlar isə həmişə onu körpə kimi baxar, lələlik, dayəlik eləməyə çalışırdılar. Mən böyüdüm. İndi vətənin dayəliyini eləyin. Vətən torpağının hər tərəfi birdir. Dədə bəy, Şah İsmail fikrinə gələn sözü dedi.
Kişinin 10, 11 övladı olanda hansını çox istəyir? Axı onların göyçəyi var, yaraşıqlısı var, kifiri var, neybəti var. Sənin fikrincə, hansını daha çox istəməlidir? Övladın hamısı şirindir. Hələ kifiri, şikəsti daha çox istəyir. Ay sağ ol. Bura da qum səhrasıdır. Vətənin kifir övladıdır. Onu daha çox istəyib. Ona daha çox qayğı göstərməliyik. Dədə bəy deməyə söz tapmadı. Onlar insan kəlləsi çox görmüşlər. Amma beləsinə rast gəlməmişlər. Palçıqla divara hörülmüş başlar daşı kərpici əvəz eləmişdi. Döyüş meydanlarında bu kəllələr qarğa quzğun yem olmuşdu. Quzğunlar nə qədər insan beyni yesələr də, elə quzğun beyni ilə yaşamışdılar. İnsan başları, insan kəllələri, insan beyinləri azalmışdı. Sultan Bayəzidin əlində tutduğu bu kəllə bərk vururdu. Parıltısı, pəncərədən düşən işığın kəllədə əksi sarı rəngdə idi və divarlarda şöləsi oynayırdı. Bu nədir? Kəllənin belə qızıla tutulması nəyə lazımmış? Bəli, bu kəllə sümüyünün üstünə nazik qızıl təbəqəsi çəkilmişdi. Çox da ustalıqla çəkilmişdi. Bir yerdə tikişi bilinmirdi. Bu kəlləni Təbrizdən gələn elçi gətirmişdi. Özü də sultanın yanında. Otağı himayında oturmuşdu. Nə məktub vardı, nə də başqa bir hədiyyə. Elçi, bu kimin kəlləsidir? Belə məhəbbətlə qızıla tutulub. Elçi dilləndi. Şeybani xanın. Sultan Bayezid əlindəki qızıl kəlləni yerə tulladı. Kəllə deyirləndi və qapının yanında yanı üstündə qaldı. Pəncərədən düşən işıq kəllənin bir nöqtəsində qızıl xəncərlər kimi otağa qayıdıb, sultanın zəif gözlərini qamaşdırdı. O titriyən, arıq əlini gözünə sipər elədi. Aparın bu elçini. Elçi özü qalxdı və saray əyanı ilə bərabər çıxdı. Bu doğrudan Şeybani xanın başıdır. İnana bilmirəm sultanım. İnan, o fikrə getdi. Hə, bilirsən niyə qızıla tutulub? Bildim, demək istəyir ki, Şeybani də qızılbaş oldu. Daha onun qızılbaşlara ziyanı gəlməz. Sultan Bayezid Şeybani xanla ittifaqına çox ümidli idi. Onunla birləşib şiəliyi bayraq eləyib, adamların beynini zəhərləyən cavan şahı aradan götürmək niyyətində idi. Amma gec tərpəndilər. Qocalıq pis şeydir. İnsan müdrikləşsə də, fikirləri də elə ayaqları kimi gücdən düşür. Cəld, çevik olmur. Biz tərpələnə qədər o gənc öz işini gördü. Burada, Anadolunun ürəyində o, şeytanqulu üsyanını törədib mənim başımı qatdı. Orada da Şeybani xanın işini bitirdi. Belə getsə, axırı pis olacaq. Şahqulu Kütahya yaxınlığında Anadolu bəylərbəyi, Qaragöz Paşanın qoşunlarını darmadağın eləyib. Qaragöz Paşanın özünü edam elətdirmişdi. Bayezid əlacsız qalıb, ona qarşı böyük ordu göndərmiş. Oğlu Şəhzadə Əhmədi bu orduya sərkərdə təyin etmiş. Vəziri Əli Paşanı da ona köməkçi vermişdi. Əhmədə bu işin həvalə edilməsinin tərəfdarı Əli Paşa idi. Çünki bu qələbədən sonra onun nüfuzu daha da artacaq. Atası bundan sonra onu öz taxtına oturdub, taxtdan əl çəkəcəkdi. Şəhzadə Əhmədin ordusu Qeysəriyyə və Sivas arasında, Göyçayda Şahqulu qüvvələri ilə rastlaşıb, onu məğlub elədi. Amma döyüş elə şiddətli keçmişdi ki, Vəzir-i Əzəm Əli Paşa da həlak olmuşdu. Əli Paşanın ölümü Şəhzadə Əhmədin taxta keçməsinə mane olan başlıca səbəblərdən birinə çevrilə bilərdi. Böyük Şəhzadənin atasına sözünü deyən qalmamışdı. Onların anaları da öz yanlarında yaşayırdı. Ataları ilə görüşüb danışmağa heç bir imkanları olmurdu. Şəhzadə anaları da bədbəxtdi. Təkcə Şəhzadə Səlimin, Şəhzadə Qorqudun anası Ayşə xatun 2 oğlan doğmuşdu. İndi də kiçik oğlu Səlimin yanında idi. Böyük oğlu Qorqud barəsində uzaqdan uzağa eşidirdi. Tək oğlu olan Şəhzadə anaları, uşaqları böyüyən kimi hərəmxanadan çıxır. 14 yaşında idarə etmək üçün bəyliyə gəlir. Anası da onunla birlikdə. Bundan sonra ərlə arvadın ailə həyatı qurtarırdı. Ərin əlində hərəmxanası vardı. Arvad isə ömrünün sonuna kimi dul qalıb, yalnız oğlunun taliyi ilə maraqlanmalıydı. Sultan Bayezid at kişnərtisi eşitdi. Yavaş-yavaş eyvana çıxdı. Son illər onun ayaqları buz kimi olur. İynələnirdi. Oynaqlardakı ağrılar da ona əziyyət verirdi. Eyvanın məhəccərinə söykənib dayandı. Kişniyən atı gözləri ilə axtardı. Ağ bir madyan çəmənlikdə çapırdı. Elə yorğa, yumuşaq yerişli idi ki,
Atdan rahatlıq yağırdı. Pambıq kimi ağ, yerişi, qaçışı pambıq kimi yumşaq. Ata baxdıqca onun qəlbi əvvəl rahatlıq tapdı. Sonra isə ürəyini bir qüssə bürüdü. Ölümü o at kimi çapıb uzaqlaşır ondan. Cavanlığında bərk at həvəskarı idi. Cıdırlarda, çovqan oyununda keçirərdi gününü. Özü ən yaxşı at minən idi. Atını çapa-çapa yəhərdən fırlanıb, heyvanın qarnı altından keçib bir də dikələrdi. İndi isə heç yəhərə qalxa bilmirdi. Bir yerə gedəndə gecavədə otururdu. Yox, taxtı özüm öz əlimlə oğlanlarından birinə verməliyəm. Verməsəm, dünyadan köçəndən sonra bir-birinə qənim kəsiləcək. Nəsildən heç kim qalmayacaq. Kimi taxta gətirsin? Şəhzadə Əhmədi mi? Şəhzadə Qorqudu mu? Şəhzadə Səlimi mi? Onların üçünə də şəfqəti vardı. Amma Səlimdən heç gözü su içmirdi. O atasından birdən-birə oğlu Süleyman üçün Krımdakı Kafa bəyliyini tələb eləmişdi. Sonra özü də Trabzondan Krıma getmişdi. Krım xanı Mengi Gəray onun qaynatası idi. Onun birdən-birə atasından icazəsiz gəmilərə minib Krıma getməyində nəsə gizli bir məkir, gizli bir niyyət hiss olunurdu. Bayezdə çatan xəbərlərə görə Şəhzadə Əhməd Mengi Gəraya məktub göndərmiş. Əgər Səlimin tərəfini saxlasa, ona kömək eləsə, sultanlığa keçəndən sonra onu məhv eləyəcəyi ilə hədələmişdi. Sultan-ı Əzəm. Sultan Bayezid döndü və təzə vəziri Xoca Mustafa Paşanın ağ çalmasının qıvrılıb yatmış ilana oxşayan üstünü gördü. Eşidirəm, vəzir. O başını qaldırmadan dedi. Sultan-ı Əzəm, Şəhzadə Səlim qoşunla Rum elinə gəlib. Ədirnəni tutub, İstanbula yeriyir. Necə? Oğul ata ilə vuruşmağa gəlir. Bəli, Sultan-ı Əzəm. Mən hər şeyi olduğu kimi sizə deməyə borcluyam. Bayezidə elə gəldi ki, vəzirin çalmasında qıvrılıb yatan ilan oyandı. Başını qaldırıb ona tərəf sürünməyə başladı. Bu ilanın haça dili ox, nizə ucuna oxşayır. Gözləri isə oğlu Səlimin gözlərdi. Türk sultanlığının tarixində hələ belə bir şey olmamışdı. Oğul hakimiyyət üstündə atasının üstünə qalxmamışdı. Tezliklə onun qoşununu dağıdıb özünü edam eləmək lazımdı. Yoxsa bütün ölkələr içində biabır olar. Yay isti keçirdi. Yovşanlı düzün üzərində ilxım vardı. Elə bir tonqaldan görünməyən alov qalxır. Havanı dalğa-dalğa titrədirdi. Səlim çarxuda dayanmışdı. Qoca bir zeytun ağacının kölgəsində oturmuşdu. Onun qoşunu arxadakı meşədə düşərgə salmışdı. Bura qədər gəlsə də, buradan İstanbula yeriməyə nədənsə ürək eləmirdi. Qoy Sultan Bayezid qoşunları ilə gəlsin. Ona məğlub olsun. Bundan sonra o paytaxtda Fatih qalib kimi getsin. Ürəyində bir səs vardı. Atamın üstünə silah qaldırmaq sənə vicdan əzabı vermirmi? Özü özünə cavab verirdi. Atam çoxdan taxtı təhvil verməliydi. Artıq o ölkəni idarə edə bilmir. Ölkənin idarəsi ata-oğul münasibətindən yuxarıdır. Neçə vaxtdır ki, Türk qoşunları səfərə çıxmır. Yeniçərilər, əzablar narazıdır. Onlar qılınc çalmaq, top tüfəng atmaq bacarır. Onları döndərib əkinçi, ya tacir eləmək mümkün deyil. Ordunu havayı yerə yemləyib saxlamaq da düz deyil. Ölkəyə babam Fatih Mehmedin ruhunu qaytarmaq lazımdır. Təzə torpaqlar, təzə ölkələr tutmaq, dənizdə də, quruda da hakimi mütləq olmaq lazımdır. Türk silahının, Türk əskərinin şöhrətini itirmək olmaz. Bu işin öhdəsindən yalnız və yalnız mən gələ bilərəm. Onun qızıl yəhərli qara atını, qara buludu xidmətçiləri gəzdirirdi. Şəhzadə Səlim oğlu Süleymanı bu döyüşə gətirməmişdi. Oğlunun atasının bu hərəkətindən heç xəbəri yox idi. Onda bu 15 yaşlı sərkərdə öz atası barəsində nə fikirləşə bilərdi? Yenə də oğlu Süleyman yadına düşdü. Bu qara, sifətdən eybəcər oğlu qədər dünyada heç kimi istəmirdi. Heç kimi sevməmişdi. Mehriban olmamışdı. Bəlkə yeganə oğlu idi ona görə. Hər gecə bir neçə dəfə oğlunun yatağına baş çəkməli idi. Dayələri özü seçib götürmüşdü. Tərbiyəçiləri, müəllimləri özü şəxsən təyin eləmişdi. İndi Süleyman Krımda, Karadadır. Ya ona atasının ölüm, ya da tacdar olmaq xəbəri çatacaq. Mən olmasam, onu qardaşlarımın hansı taxta çıxsa, o öldürəcək. Yayın kirişi ilə boğacaqlar. Birdən-birə gözləri bərəlmiş, qara rəngi avazımış, oğlunun sifəti gözləri qabağında dayandı və Səlim zülüm-zülüm ağlamağa başladı. Ürəyi bərk olan,
Əsəbləri möhkəm olan Səlimin göz yaşları da ovucunda idi. Adi bir hissdən gözləri dolur. Bu göz yaşları hönkürtüyə çevrilirdi. Bəlkə də həmin yayın kirişini onun öz boğazına söykəsələr, tükü də tərpənməzdi. Amma oğlunu belə vəziyyətdə təsəvvür eləyəndə ürəyi dözmədi. Orta boy, tökmə, narıncı çillərlə örtülü olan Göygöz Fərhad bəy onu sakitləşdirməyə çalışdı. Şəhzadə, niyə ağlayırsan? Hər şey yaxşı olacaq, görərsən. Görmürəm hələ. Yaxşı onda olardı ki, qoca özü məni çağırıb yerində oturdaydı. Əhmədi Şeytanqulunun üstünə göndərir desin ki, görün böyük şəhzadə, vəliəhd o boyda üsyanı yatırtdı. Hökümdarlığa o yaraşır. Mən öz gücümə Gürcüstanı tutdum. İndi xəzinəyə ondan nə qədər xərac gəlir, heç onu demir. Səlim ağlamağının əsl səbəbini açıb ağartmadı. Amma onun hönkürməyi tez bir vaxtda qoşunun içərisində yayıldı. Hərə bir cür yanaşdı bu xəbərə. Şəhzadə atasını çox istəyir. Taxtac heç atadan anadan acı deyil, deyə qoca yeniçəri deyindi. Tüfənginin fitilinə baxan cavan əzab ilə əlavə elədi. Həmişə belə olub. Belədir, belə də olacaq. Amma nədən bəhs elədiyini demədi. Səlimin ağlamağı ordusuna pis təsir elədi. Neçə gündür o burada dayanıb atasını gözləyirdi. Bilirdi ki, İstanbulu almaq onun işi deyil. Oranı Türk sultanları 163 il ala bilməmişdilər. Amma bilirdi. Atası onun məqsədini eşidən kimi yanındakı qoşunları götürüb gələcək. Onlar üz-üzə dayanıb vuruşacaqlar. İndi atası gecikirdi. Qarşıdakı dərənin o tərəfində axşamki səsköydən bilmək olardı ki, qoşun gəlib yerinə toxtayıb. Səhər döyüş olacaq. Ata ilə oğul vuruşacaq. Bayazid Gəcavədə gəlmişdi. Yer yurda baxdı. Dərənin adını soruşdu. Sırtgöy dərəsi. Adını dəyişib Oğraş dərəsi qoyuram. Bu döyüş Osman oğulları tarixində görünməyən alçaqlıqdır. Döyüş yerinin adı da belə qalsın. Cinahlarda toplar qoyulmuşdu. Dərənin ən sərt yerində Bayazid tüfəngçiləri yerləşdirdi. Səlim ilk dəfə idi ki, qətiyyətli hərəkət edə bilmirdi. Ordu içində onun çox böyük nüfuzu vardı və bilirdi ki, atasının qoşunları ona ateş açmayacaq. Döyüş başlayan kimi onun tərəfinə keçəcəklər. Atası da bunu nəzərə almışdı. Orduda Səlimi istəyənlər çox idi. Səlim hökümdar olsa, hərbi səfərlərin ardı arası kəsilməyəcək. Onlar talanlar, qırğınlar hesabına varlanacaqdılar. Ona görə də buraya özünə sədaqətli olan seçmə dəstələri gətirmişdi. Səlim, ya Allah, ya Məhəmməd deyərək qara buludun yəhərinə qalxdı. Atı dərənin yanına sürüb gəldi. Onun gür səsi eşidildi. Ey yeniçərilər, ey əzablar, ey Türk ordusunun qalib əskərləri, mən sizi qələbədən qələbəyə aparacağam. Qardaşlarınıza silah qaldırıb güllə atmayın. Keçin mənim tərəfimə. Hamınız süd gölündə üzəcəksiniz. O atasının gecavəsinin qırmızı örtüyünü görürdü və gözlərini ondan yayındırmağa çalışırdı. Ata ilə oğul arasında dərin bir dərə dayanmışdı. Oğraş dərəsi. Onu birinci kim keçəcəkdi? Ata, yoxsa oğul? Döyüşə Səlim gəlmişdi. Hücuma da o keçməli idi. Dayanıb hücum gözləsə, hər şey uduzardı. O müdafiə olunmağa yox, qalib gəlməyə görə bura ayaq basmışdı. İrəli, mənim igidlərim. Onun süvariləri qılınclarını çıxarıb dərəyə inən yolla çapıb getdilər. Qarşı-qaşa çatmamış toplar və tüfənglər açılmağa başladı. Toplardan ağ, tüfənglərdən qara tüstü qalxırdı. Süvarilər qarşı-qaşa çatmamış atlar hürkdü. Bir-birini əzməyə başladılar. Yüzlərlə süvarinin meyti dərədə qaldı. Demək, atasının yanındakı qoşunlar onun tərəfinə keçmədi. Səlimin birinci təsəvvürü puça çıxdı. O yeniçəriləri döyüşə göndərdi. Onlar da gülləyə tutuldular. O yarım saatlıq döyüşdə onun 2000-dən çox əskəri qırıldı. O özü ürək eləyib döyüşə girmədi. Fərhad bəyə dedi. Fərhad bəy, məğlub olduq. Qalan qoşunu yığ. Məni izləyənlərin qabağını kəs. Mən getdim Krıma. Ata ilə oğul arasındakı bu döyüş çox tez bitdi. Atanın qələbəsi göz qabağında idi. Səlim atını şahə qaldırdı və bir neçə qoruqçusu ilə quzeyə doğru çapmağa başladı. O hər ehtimala qarşı Ağ Yolu limanında gəmilər saxlatdırmışdı. Atını birbaşa ora çapdı. 30-cu hissə. Fransisko rəngləri fırça ilə qarışdırır. Taxta bardaş qırıb oturan,
Bir dəstə qolu bağlı adamı dindirməklə məşğul olan Şah İsmayıla baxır və rəngləri kətana yaxırdı. Sultan Məhəmmədlə Behzad da buradaydılar və onun işinə baxırdılar. Firəqdən gəlmiş rəssamı iş başında ilk dəfə görürdülər. Onun üslubuna xüsusi maraqla fikir verirdilər. Şahın sifət cizgiləri, çalmasının qırmızı, saçının və nazik bığlarının qızılı rəngi artıq seçilirdi. Sarayda isə qan qaralığı idi. Qapı ağzında 9 nəfər başı çalmalı adam qolları bağlı dayanmışdı. Şah İsmayıl qeyzlə dilləndi. Hamısını asın. Vəzirlər, vəkillər bir-birinin üzünə baxdı. Bəli, asın. Onlardan birinin dodağı partladı və oradan qan axmağa başladı. Axı mürşid-i kamilimiz, biz sənin mübarək adını dilimizdə ölümə gedirik. Bizim heç bir günahımız yoxdur. Onlar Şahqulu üsyanında iştirak edən, Şahqulunun yaxın adamları idi. Üsyan yatırılandan sonra qaçıb Xan Məhəmməd ustacılığının yanına gəlmiş. Xan Məhəmməd də onları hörmət izzətlə Təbriz şahının hüzuruna gətirmişdi ki, onlara iltifat göstərsin. Şah isə çatan kimi onları qandallatdırıb zindana attırmış. İndi isə divan qurmuşdu. Xan Məhəmməd ustacı da şahın bu qərarına çox qəribə baxırdı. Onlar şiəliyə yaymış, üsyan eləmiş, axırda məğlub olmuşdular. Onlara ənam vermək, torpaq bağışlamaq əvəzinə dara çəkmək istəyirdi. Axırda özünü saxlaya bilmədi. Şah sağ olsun, izin olsa mən də bir-iki kəlmə deyərdim. Şah başı ilə razılığını bildirdi. Mürşid-i kamilim, sizin hökmünüz Quran ayəsidir, bu öz yerində. Mən bir şey bilmək istəyirəm. Bu bədbəxtlər axı əli yolunda nə qədər qan axıdıblar. Neçə min adam şəhid olub. Onların həmin şəhidlərin qanına bağışlamaq olmazdımı? Şah İsmayıl dediyindən dönmək istəmirdi. Yox, Xan Məhəmməd, bunlar da gərək orada şəhid olaydılar. Nə var? Niyə qaçıb mənim üstümə gəlirsiniz? Bəs o torpaqlarda kim qaldı? Sizin qorxaqlığınızı görən cəmaat da qaçıb gələcək. Axı orada bizim nə qədər tayfalarımız var. Onlar indi yer yurdlarından didərgin düşüb, gəlib Təbriz bazarında dilənçilik eləyəcək. Asılsınlar. Fərmanı yerinə yetirin. Sözlərini deyib taxtından qalxdı. Sürətli addımlarla öz xəlvət otağına gəldi. Üzü üstə düşüb qaldı. O 9 nəfərin irilmiş gözləri, yalvarışlı baxışları ona dikilmişdi. Ondan aman, ondan ümid gözləyirdilər. O isə qəddarlıqla onları asmağa əmr eləmişdi. Xan Məhəmməd ustacılığının özü də onu başa düşmürdü. Axı bu fərarilərə, doğma torpaqlarını qoyub qaçanlara bundan əski cəza versə, onda Xorasandan da, Bağdaddan da onun dili bir, qanı bir qardaşları qaçıb gələr. Yurt, torpaq özgələrə qismət olar. Nə vaxta qədər bu millət öz canının qorxusundan vətənini, torpağını atıb qaçacaq? Mən hələ fərman verməliydim ki, onların meyitlərini də aparıb gəldikləri torpağa bastırsınlar. Sultan Bayəzidə isə elçisi ilə xəbər göndərməli idi. Deməli idi ki, bəs üsyan rəhbərləri mənə sığınmaq istədiklərinə görə onları edam eləmişəm. Bəli, ölkələr arasında münasibətləri qoruyub saxlamaq üçün hər işə gərək bir don geydirəsən. Çarə yoxdur. Hökümdarın baxtına düşən tali də budur. Bundan ibarətdir. Özünün yazdığı bir bənd şeiri yadına düşdü. İki əlim qızıl qanda. Çox günahlar vardı məndə. Ya ilahi, kərəm səndə. Düşkün qula nəzər eylə. Əllərim qızıl qandadır. Bu qanı eləməsəm, ölkə qana çalxalanar. Sarayımdakı şairlər şeirlərini davatla yazır. Mən qanla yazıram, qanla. Şah İsmayıl döyüşdən sonra meydanlarda tökülüb qalan başsız, qolsuz, qıçsız insanların cəsədlərinə əvvəl baxa bilmirdi. Qan onu dəhşətə gətirirdi. Amma yavaş-yavaş öyrənirdi. Nə qədər döyüşlərdən çıxmışdı. Orada düşmənlə üz-üzə dayanırsan, ya sənə verər Allah, ya ona. Bəs bugünkü hökm artıq o ölkəsinin günahsız insanlarını dara göndərirdi. Əslində onların heç birinin günahı yoxdur. Heç birinin. Amma mən bunu eləməliydim. Mütləq eləməliydim. Birdən onun yadına firəng rəssamı düşdü. Qalxdı. Özünü əl aldı. Geri qayıtdı. İndicə başa düşdü ki, Hüseyin bəy Lələnin yeri görünür. Mərvdən Herata gedəndə onu da Dədə bəy kimi uzaq əyalətin, Heratın hakimi təyin eləmiş. Şəhəri bərpa eləyib, əvvəlki görkəminə salmağı ona tapşırmışdı. Hüseyin bəy Lələ yanında olanda heç belə müvazinətini itirməmişdi. İndi sarayda hamı hiss eləyirdi ki, o özünü itirir, tez əsəbləşir, hisslərə qapılır.
Firəngistandan gəlmiş rəssamın yanında ölüm hökmü vermiş. Sonra da durub taxt otağından çıxmışdı. Orada, Heratda da ölüm hökmü vermişdi. Şəhərin şeyxi, hamının elm dəryası adlandırdığı, Xorasanın Şeyxul İslamı Mövlanə Seyfəddin Əhməd İbn Yəhya, İbn Mövlana Seyid Əl-Millət və Əddin Məsud Ət-Təfsaninin ölümə məhkum eləmişdi. İndi də yadındadır. Uca qamətli qocanın sifətindən nur yaxırdı. O, uzun illər Hüseyin Bəyqaranın və Mir Əlişir Nəvainin həmsöhbəti olmuşdu. Şeybani xan gələndə də onun hörmət və iltifatını qazanmış. Macarda onun adına xütbə oxumuşdu. Şeybani xanın adına xütbəni oxuyanda dilin topuq çalmadı mı? Xeyr. Şeybani xan din yolunda qılınc çalan sərkərdədir, hökümdardır. İmam Rızanın qəbrini murdarlayanda da səndən fitva etməmişdimi? Bəli. Verdin o fitvanı? Quran-ı Şərifdə deyilir ki, hökümdar yer üzünün zülüllahıdır. Onun hökmündən çıxmaq qadağandır. Mövlana Təfsani burada da ləyaqətlə, inamla danışmağa çalışırdı. İndi hökümdarımız Şah İsmaildir. Onun dediyi qanundur. Quran ayəsidir. Yerinə yetirməliyik. Şah İsmail bundan sonra qəzəblənmişdi. Sabah Hindlinin birisi burada hakimiyyətə keçsə, onun da dediyinə əməl eləyəcəksənmi? Mən müqəddəs Quranın dediyindən dönməmişəm. Dönmərəm də. Təfsani elm dəryası olsa da, onun əqidəsi Şah İsmaili iyrəndirirdi. Belə Şeyxul İslam, belə din xadimi, insanlarda hər cür hökümdara mütilik öyrədirdi. Hamı qarşısında baş əyməyə çağırırdı. Belə əqidəli şəxsiyyətin ziyanı xeyrindən çoxdur. Onu edam eləmək barəsində hökm verəndə Hüseyin bəylərə demişdi. Şah sağ olsun. Təftəsaninin cəmaat arasında nüfusu böyükdür. Bəlkə fərmanı dəyişəsən. Gündə bir avaz oxuyan Şeyxul İslamın heç bir nüfuzu ola bilməz. Bəlkə də elə Xorasan əhalisinin mütiliyyət tali qarşısında baş əyməyə öyrədən odur. Onun qalmağa daha çox ziyandır, nəinki ölməyi. Onun fərmanını yerinə yetirmişlər. Hüseyin bəy lələnin söhbətləri, onun ürək yumşaq olması şaha fikrindən döndərməsə də, onun hövsələsini genişləndirirdi. İndi Hüseyin bəy lələ onun yanında deyildi. Şah İsmail özlüyündə etiraf etsə də, heç vaxt heç kimin yanında bunu etiraf etməyəcəkdi. Qoy təkliyə də öyrənsin. Özü özünə hakim, özü özünə vəzir olsun. Yenidən taxt otağına qayıtdı. Burada hamı lal dinməz oturmuşdu. Yalnız o qolu bağlı 9 nəfər yox idi. Bir də Behzadla Sultan Məhəmməd firəng rəssamının çəkdiyi şəkilə baxırdılar. Şah da yaxınlaşdı. Rəssamlar ayaq üstündə donub qaldılar. Onun nə deyəcəyini gözlədilər. Bu mənəmmi? Oxşayır Mürşid-i Kamilim. Bunu Sultan Məhəmməd dedi. Bəs şərqin tanınmış nəqqaşı nə deyir? Behzad uca boy, saçları kürəyinə, qulaqlarının üstünə tökülmüş kifir, barmaqları çox uzun bir adamdır. Oxşayır. Bəli, deyəsən oxşayır. Kamil rəssama bənzəyir. Amma onun çəkdiyi ilə sizin çəkdikləriniz bir-birinə bənzəmir. Hər iki rəssam bilmədi ki, Şah İsmail bunu hansı mənada dedi. Firəng rəssamını çox qiymətləndirir, ya onları. Ona görə də cavab vermədilər. Şah İsmail da onları bir-birinin ayağına vermək istəmədi. Fikrində onların çəkdiklərini müqayisə elədi. Sultan Məhəmmədin çəkdiyi şəkillərdə, əl boyda kağızlarda böyük bir dünya yerləşir. Rənglər göz oxşayır. Amma bu iki kitab boydakı şəkildə tək onun sifəti rəsm olunub. Tutqun rənglərlə. Onun çalmasının, sifətinin, saqqalının rəngləri olsa da tutqundur. Bu rəssamların çəkdiklərində isə rənglər açıqdır. Neçə çalar var. Onlar şeirə, musiqiyə bənzəyir, xalçaya oxşayır. Burada isə kölgə var. İşıq da var sifətdə, kölgədə. Firənglər insanı daha böyük çəkməyə çalışırlar. Şah firəng rəssamdan soruşdu. Firəng rəssamları şahı da, əkinçini də böyük çəkirlər? Bəli. Bizim ölkədə əsasən mələklərin, din xadimlərinin şəkillərini çəkirlər. Fransisko bu müddətdə Təbrizdə dil öyrənmişdi. Həmişə də adamlarda mehribanlıq, səmimiyyət görmüşdü. Gənc şahın şəklini isə indi çəkirdi. Tünd fonun üstündə latınca yazılar yazırdı. Orada nə yazmısan? İsmail Səfi. Şah İsmail onun fikrini başa düşdü. Demək, öz ölkələrində göstərmək istəyir. Qoy göstərsin. Görsünlər ki, Şah İsmail necədir.
O öz şəklində şairliyinə məxsus yumşaq bir təbəssüm, eyni zamanda yenilməz bir qürur gördü. Birini də mənim özümə çəkərsən. Necə əmr eləsəniz? Bizim rəssamların çəkdiklərini görmüsənmi? Bəli, onlar böyük rəssam. Florensiyada beləsi yox. Şah İsmail elə bildi ki, o təvazökarlıq namına belə deyir. Saray xidmətçisi gəlib şaha nəsə pıçıldadı. O başı ilə Fransisko ilə xudafizləşib getdi. Səkinə arvadın son nəfəsi idi. Həkim tapın. Behzadla bərabər gələn həkim buradaydı. Şahı görüb ayağa qalxmışdı. Həkim buradadır. Həkim başı əydi. Şah sağ olsun. Allah nəzərini kəsəndən sonra həkim acizdir. Mən İbn Sinanın kitabındakı ən yaxşı müalicələri eləmişəm. Mümkün deyil saxlamaq. Şah İsmail oturdu. Onun anası, qardaşı Sultanəli, İbrahim gözləri qabağına gəldi. Səkinənin daş hücrədə çaldığı cürə saz elə bil təzdən dilləndi. Dərdli, ələmli bir hava axıb doldu bu otağa. Səkinə hələ də elə bil o havanı çalırdı. Qurbaniyada düşdü. Onun ölümü, Pəri xanımın Xudafərindən geri qayıtması onun kədərini nə qədər artırırdı. Oradan mənim sazımı gətirin. Şah İsmail öz xəlvət otağında qələm davatı ilə bərabər saz saxlayırdı. Onu Qurbani bağlatdırmışdı. Sazı gətirdilər. Şah İsmail sazı dizlərinin üstünə qoydu. İşarə elədi ki, hamı çıxsın. Otaqda bir o qaldı, bir Bəhruzə xatun. Bir də ağ saçları balışın üstünə pambıq kimi yapışan, rəngi zəfərana dönən Səkinə. Onun gözləri yumuluydu. Sifətində dərin ağrı və əzabın əksi vardı. Şah İsmail təzanəni simlərdə gəzdirdi. O ruhanini çalmağa başladı. Amma gözləri Səkinənin sifətində idi. Birazdan sifətdəki əzab cizgiləri azaldı. O güclə gözlərini açmağa çalışırdı. Saz onu dirildəcək. Mütləq dirildəcək. Daha da can edildən çalmağa başladı. Birdən simin biri qırıldı. Səs dəyişdi. Səkinənin gözləri yumuldu və sifətindəki əzabı əvəz edən təbəssüm donub qaldı. 31-ci hissə. İstanbulun Ədirnə darvazası yaxınlaşırdı. Qarabulud narahatlıq hiss eləmədən yeriyirdi və atın arxayınçılığı sahibinin, Şəhzadə Səlimin də həyəcanlarına süslük gətirirdi. Qarabulud onu neçə dəfə ölümdən, təhlükədən xilas eləmişdi. İndi təhlükə hiss eləsəydi, yəqin ki, belə arxayın yeriməzdi. Söz yox ki, bu Şəhzadə Səlimin fikri idi. Özünə təskinlik, ürək dirək verirdi. Birinci onu vəzir-i əzəm qarşılayıb əlindən və ayağından öpmüşdü. Səlim onda fikirləşmişdi ki, tali onun xeyrinə dönür. Atası Bayezidlə Oğraş dərəsində vuruşub. Qarabuludun yəhərində canını qurtarıb. Krıma gedəndən sonra fikirləşmişdi ki, artıq hər şey bitdi. Hər şey qurtardı. O bir də öz vətəninə, öz ölkəsinə dönə bilməz. Amma üstündən çox keçmədən, onun yanına atası sarayın ən hörmətli şəxslərini, üləma və qazilərini göndərmişdi. Qurana əl basıb and içmişdilər ki, atası onu taxta oturmaq üçün dəvət edir. İnanmamışdı. Atası onu intiqam almağa çağırır. Döyüşdə qoşununa qalib gəlsə də, özünü tuta bilməmişdi. İndi Quranın gücü ilə gətirir. Çox götür-qoy eləmişdi. Axırda anası Ayşə xatunla məsləhətləşmiş, onu da özü ilə bərabər gətirmişdi. Gətirmişdi ki, atasına minnətçi salsın. Taxtın üstündəki almasların parıltısı, yaqutların qan rəngi onu İstanbula gəlməyə məcbur eləmişdi. Bəlkə də atası doğrudan da onu taxta çıxarmaq istəyir. Getməsə fikrini dəyişər, onda da hər şey qurtarardı. Axırı ölümdür. Kimsəsiz, unudulmuş vəziyyətdə ölməkdənsə, qoy elə ata əlində ölüm, deyib Qafa şəhərində gəmiyə minmişdi. Oğlu Süleymanı qucaqlayıb bağrına basmış, gözlərindən axan yaş quruyana qədər buraxmamışdı. Oğlunu apara bilməzdi. Özü gedirsə, heç olmasa oğlu qalsın. Bu 16 yaşla girən oğlu salamat qoyacaqlarmı bir şey olsa? Yox, qardaşı Əhməd onu uğurlatdırıb aparar, boğdurar. İndi heç olmasa bir dəniz araldadır. Səlim ürəyində gözlərindən axan yaşı üstəliyə bilmirdi. Yaxşı, birdən o da mənim kimi oğul oldu. Qoşun çəkib üstümə gəldi. Onda necə? Yox, mənim oğlum belə eləməz. Bəlkə də, axı o mənim oğlumdur. Məni oxşamalıdır. Onu ağlamağa məcbur eləyən oğul məhəbbəti hissi dəyişdi.
Onun ürəyi yenə də daşa döndü. Oğlu Süleyman da birazdan onun taxtına göz tikəcək. Atasının ölümünü arzulayacaq. İmkan düşsə, onu zəhərləyəcək. Gözlərini çıxaracaq. Elə bir qızmar mili onun göz bəbəklərini yaxınlaşdırdılar. Qalın göz qapaqlarını qırpdı. Bununla belə, oğlu Süleymanı özü ilə bərabər İstanbula gətirmədi. İndi şəhərin Ədirnə qapısına tərəf gedir. Atasının əyan əşrəfi, sərkərdələr onun ətrafında. Arxa tərəfində gəlsə də o heç kimi görmürdü. Atası ilə görüşü gözləyirdi. Necə görüş olacaq? Ölüm də, əbədi yüksəliş də bu görüşdən asılıdır. Atın nallarının səsi artdı. Ədirnə qapısının tağları daş döşəmədə Polad nalların səsini əks eləyirdi. Bu əməlli başlı vahimə yaradırdı. O qala qapısı qarşısındakı meydana çatanda, onunla bərabər gələnlər də şəhərə daxil olanda, Ədirnə qapısının dəmir darvazaları örtüldü və Şəhzadə Səlim bağlanan kilitlərin cingiltisini eşitdi. Hər şey qurtardı. Atam məni əsir aldı. Daha heç yerə qaça bilmərəm. Qarabulud da dadıma çata bilməz. Öz ağılsızlığımın ucbatından bu günə düşdüm. Məni tutmaq istəməsəydilər, qapını bağlamazdılar. Görək indi məni hara apararlar. Saraya mı? Zindana mı? Onsuz da hər ikisinin də yolu birdi. Amma gözlərinə inana bilmirdi. Yolun hər iki tərəfində diz çökənlər təzimlə onu qarşılayırdı. Bütün İstanbul cəmaatı da pişvaza çıxmışdı. Adam çox idi. Nə məclislərdə, nə də məşhur İstanbul bazarında bir nəfər də qalmamışdı. Hamı bu ətrafa yığılmışdı. Onlar mənim edamıma, yoxsa tac qoymağıma yığılıblar. Hər halda artıq gecdi. Mən özümü edama gedən cani kimi deyil, hökümdar, Sultan Səlim kimi aparmalıyam. Qoy hamı desin ki, Sultan Səlim igid gəldi, igid getdi. Birdən-birə atası ilə görüşəcəyi ilk anı təsəvvürünə gətirdi və kürəyində neçə damcı tərin civə kimi üzü aşağı yuvarlandığını hiss elədi. Gicgahlarında, iri burnunun üstünə kimi çıxmağa başladı. Yaz idi. Hər yerdə qızıl güllər açmışdı. Aşağıda cilvələnən firuzə rəngli körfəzdən bahar küləyi əsirdi. Özünə ürək dirək verməyə başladı. Özünü əl al. Axı sən bu boyda ölkənin hökümdarı olacaqsan. Bu nə zəiflikdir? Cilovu tərpətdi. Qızıl ilişkilər atın cənglərinə dartıldı. Qarabulud addımlarını yeyinlətdi. Tez-tez, taleyə qovuşmağa tələsmək lazımdır. Birdən-birə onun ürəyinə damdı ki, hökümdar olacaq, sultan olacaq, mütləq olacaq, elə bu gün olacaq. Sarayın qarşısında, pillələrin yuxarısında atasını gördü. Neçə il idi görməmişdi. Gördü ki, atası arıqlayıb, rəngi ağarıb. Yaxşı, bəs o oğlunu qarşılamağa buraya niyə çıxıb? Səlim sürətlə pillələri qalxıb, atasının qarşısında diz çöktü və onun isti, titrək, zəif əlini iri barmaqları arasına alıb öpdü. Bir dəfə yox, dəfələrlə öpdü. Gözünün üstünə qoydu. Bu vaxt əlinin üstünə bir damcı isti su düşdüyünü hiss elədi. Başını qaldırmağa cürət etmədi. Bildi ki, atası onu bağışlayıb. Onun xətrinə hər şeydən, hətta taxtından da əl çəkib. Bu, ürəyi kövrəlmiş atanın gözündən axan bir damcı yaşdı. O atasının əlini buraxıb əyildi və onun ayaqlarını qucaqladı. Meydanda heyrət nidaları, afərin səsləri eşidildi. Sultan Bayazid kövrək və titrək səslə dedi. Qalx oğlum, qalx. Mən sənin günahlarını bağışlamışam. Səlimi yenə də ağlamaq tutdu. O kövrələndə heç yerdə göz yaşlarını saxlaya bilmirdi. İndi də atasının ayaqlarını qucaqlayıb ağlayırdı. Enli çiyinləri qalxıb enir, atası onun hönkürtüsünü eşidirdi. Həm də atasının onun bağışlamağına görə ağlamırdı. Öz ali məqsədinə çatdığına görə, sultanlığa yetdiyinə görə kövrəlmişdi və sevincdən göz yaşları tökürdü. Əyan Əşrəf onun ağlamağına ürək yüngüllüyü ilə baxırdı. Bu baxışlar Şəhzadə Səlimin xeyrinə idi. Qalx oğlum, özünü əl al. Hamı səndən iradə, qətiyyət, sərtlik və mehribanlıq gözləyəcək. Səlim qalxıb atasının qarşısında dayandı, amma başını sinəsindən qaldırmadı. Bayazid qabağa düşüb onu öz xəlvət otağına apardı. Ata-oğul arasında söhbət olacaqdı. Onların bu gizli söhbətini heç kim eşitmədi. Görünür, təcrübəli hökümdar oğluna ən gizli sirlərini açmışdı. Onlar taxt otağına qaydanda hər şey hazır idi.
Qoca Bayazid taxtın yanına qədər gəlib oğlu ilə yanaşı dayandı və üzünü otaq-ı Hümayuna yığılanlara tutub dedi. Buraya ölkənin sütunları toplaşıb və hamının yanında mən öz son qərarımı bildirmək istəyirəm. Qocalmışam, xəstələnmişəm. Atam Sultan Məhəmmədin gördükləri işin yarısını da görməmişəm. Babasına bənzəyən vəliəhd taxta çıxmalıdır. Çox götür-qoy etdikdən sonra bu fikrə gəldim ki, Şəhzadə Səlim Fatihə daha çox oxşayır. Ona görə də onun xeyrinə taxtdan fəraq etdiyimi bildirməyi lazım görürəm. Axırıncı kəlmələrdə Bayazidin səsi titrədi və əyan əşrəf arasında gözləri yaşaranlar, ağlayanlar oldu. Amma Səlim özünü saxladı. Bayazid işarə ilə hələ də danışmaq istədiyini bildirdi. Mən oğlumun Topqapı sarayındakı culusuna xeyir-dua verib, sadiq dostlarım Vəzir Yunis və dəftərdar Qasım paşalarla əski saraya çəkilirəm. 2 gündən sonra Demitondakı sarayıma yola düşüb, ömrümün son günlərini orada keçirmək fikrindəyəm. Bayazid sözlərini qurtarıb qapıya tərəf getdi və oğlu Səlim də onu müşayiət elədi. Qapının ağzından içəri gəlmək istəyən qardaşı Qorqudla rastlaşdı. Ataları da bunu gördü və hər ikisini yanına çağırdı. Səlim, Qorqud sənin ana bir qardaşındır. Həmişə də mehriban olmusunuz. Qorqudu mən çağırtdırmışam ki, sənin culus günündə iştirak eləsin. Mehriban olun. Qorqud səmimiyyətlə yaşca özündən kiçik, amma boyda böyük, cüssəli Səlimi qucaqladı. Qardaşım, səni təbrik edirəm. Hökümdarlığın uzun olsun. Sənin yolunda mən bütün çətinliklərə dözməyə hazıram. Minnətdaram. Bayazid ona tərəf dönən oğlanlarına əlini qaldırdı. Məni müşayiət eləmək lazım deyil. Artıq sən sultansan. Mən isə heç kim. İşlə, ölkə ilə məşğul ol. Atası getdi və 2 qardaş üz-üzə dayandı. Səlim boy buxunda, sir sifətdə qardaşından kobud görünürdü. Qorqudun həna qoyulmuş yumşaq saqqalı onun həlim xasiyyətinə bənzəyirdi. Qorqud, ağa bəyim, mənim tərəfimi tutacağını yazılı sürətdə yazıb verməlisən. Mən isə Sancaqbəyi olduğun ərazinin gəliri xərcini ödəməsə, nə qədər lazım gəlsə, para verəcəyim barədə təhiznamə yazacağam. Bütün işlərdə də köməyimə gəlməyə hazır olacağam. Hər ikimiz kağızımızı yazıb, anamız Ayşəbəyimə verməliyik. Xidmətçi yaxınlaşıb baş əydi və Ayşəbəyimin oğlanlarını görmək istədiyini bildirdi. Hər ikisi yanaşı analarının yanına gəldi. Bu tək, sakit, ayaqları şişmiş qadın kürsüdə oturmuşdu və 2 kəniz onun ayaqlarını zeytun yağı ilə sığallayır, ovuşdururdu. Oğlanlarının gəldiyini görüb ayaqlarının üstünə şal atdı. Kənizlər çəkilib getdilər. Hər 2 oğlu onun qarşısında diz çöküb analarının əllərindən öpdü. Qadının batıq, amma amiranə səsi eşidildi. Şükür Tanrıya ki, oğlum Qorqudu da gördüm. Çox şükür, anneciğim. Mənim yanımda qonaq qalmazsanmı? Yox, oğlum. Ana belə vaxtda ən çətin vəziyyətdəki oğlunun yanında olmalıdır. Hökümdar yükü çox ağır yükdür. Atanızdan çəkdiyim bəs deyildi. İndi şükür. Oğlumun da sultanlığının əziyyətinə dözməliyəm. Oğlum, Səlim, Talih sənə bu taxt tacı qismət edib. Başacan olsun. Talih səni amanında saxlasın. Mənim hər ikinizə tövsiyəm var. Sən qardaşın Qorquddan. Qorqud da səndən müğayət olsun. Sizi and verirəm südümə. Məni dərdlərə salmayın. Ayşəbəyimin birdən 40 il əvvəlki günləri yadına düşdü. O sultanın başqa qadınlarından fərqli olaraq, oğlanlarına dayələrin deyil, öz südünü vermişdi. Ana südü əmməyən şəhzadədən sultan olmaz. Qorqud az əmmişdi, süddən tez kəsilmişdi. Amma Səlim 3 yaşına qədər anasını əmmişdi. Hərdən bir bu qoca yaşında oğlu Səlimi görəndə onu ilə gəlirdi ki, döşlərinə süd gələ bilər. Səlim acgöz idi. Hakimiyyəti də özü ələ keçirtdi. Qorqud isə heç oğul övladı da görmədi. Onların söhbəti xeyli çəkdi. Arada bir Səlim çıxıb yaxın xidmətçilərinə tapşırıqlarını da verib qayıtdı. Onlar Bayazidin süfrəsi ilə məşğul olmalıydılar. Sonra qardaşlar kağızları yazıb möhürləyib analarına verdilər. Ayşəbəyim kağızları qatlayıb kürsünün yanındakı 8 künclü dolabın üstünə qoydu. Özü də çox narazı halda. Dodaqaltı nəsə deyindi. Nə? Deyə Səlim onun fikrini soruşdu. Heç. Ana südü bu kağızdan qara idi. O süd hər müqavilədən üstün olmalıdır axı.
Heç biri dinmədi. Qardaşlar ayrıldılar. Səlim qayıdıb taxta oturdu. Necə də yumuşaqdı. Bura dağ baş kimi ucadı və oradan çox uzaq üfüqlər görünür. Üfüqdə isə onun iki düşməni gözünə sataşdı. Hər ikisi atlı idi və nizələri qabağa uzadıb atlarını dörd nala çapırdı. Lap yaxınına gəlsə, o nizələrin hərəsi bir gözünə batacaq və düşmənlərini görməyəcək. Amma hələ ki onların zireh arasındakı sifətlərini görür. Biri böyük qardaşı Əhməd, o birisi indicə ayrıldığı ortancıl qardaşı Qorquddu. Bu dəqiqə Səlimin onlardan böyük düşməni yoxdur. Atası ilə ikilikdə qalanda qoca sultan ona çox göstərişlər vermişdi. Sözləri indi də onun qulağında səslənirdi. Oğlum, səltənətin, ölkənin xeyrinə hər şeydən keçməyə bacarmalısan. Hətta doğma övladından da. Ölkədə sakitlik olmasa, heç bir böyük iş görə bilməyəcəksən. Əgər mən sənə mane olsam, yolunun üstündən götür. Artıq hakimi mütləqsən. Vəzirləri eşit, amma inanma. İnansan da, bunu onlara bildirmə. Sənin inamından istifadə eləyərlər. Ordunu əlində möhkəm saxla. Ən böyük dayağın, köməyin odur. Əskərin ac olsa, düşmən tərəfə keçəcək. Onun qarnı tox, əyni isti, silahı mükəmməl olmalıdır. Ölkənin var dövlətini də onlar qazanıb gətirəcək. Sənin tərəfini saxlayan üləmalara, alimlərə, sənətkarlara yaxşı bax. Onlar səndən küsüb getsə, hörmətin azalar. Ölkəyə möhlətə sala biləcək şəxslərə qarşı amansız ol. Rütbəsinə və nüfuzuna baxma. Nüfuzu da, rütbəsi də hökmdar əlindədir. Fikrində qəti və inamlı ol. Yox hökmünü, bəli hökmünlə əvəz eləsən, uduzarsan. Sözünün üstündə möhkəm deyən ki, hamı sənin dönməzliyinə inansın. Sultan Səlim artıq hökmdar kimi ilk qərarını qəbul eləyirdi. Qardaşı Şəhzadə Əhməd, onun oğlanları. İndicə əhd peyman bağladığı qardaşı Qorqud qaldıqca ona rahatlıq yoxdur. Bəs atası? Qoca sultan ölkənin uzaq güşəsinə çəkilsə də, onun varlığı səltənətin, onun hökmdarlığının üstünə kölgə salır. O, istədiyi kimi hərəkət eləyə bilməyəcək. Kənardakı kölgələr onun işıqlı yolunun üstünə düşəcək. Xidmətçi gəldi. Bu atasının süfrə işini tapşırdığı xidmətçi idi. Qayıdıb yaxına gəldi və başını sinəsinə əyməklə onun tapşırığını yerinə getirdiyini bildirdi. Sultan Səlim onun bu lal hərəkətindən sonra kövrəldi və gözlərindən yaş axmağa başladı. Xidmətçi lal idi. Savadı da yoxdur. Sirri heç kimi açası deyildi. Onun dilini yalnız Sultan Səlim özü bilirdi. Demək artıq atasının xörəyinə zəhər qatılıb. 2 gündən sonra sarayın qapısından qoca Bayezdi yola salanda, o artıq ata minə bilmədi. Gəcəviyə oturdu. Gəcəvəni 3 qara qul və Sultan Səlim özü qaldırdı. O yenə də ağlayırdı. Atasının gəcəvəsinə girməyi çoxlarını mütəəssir etmiş. Onu hamının gözündə yüksətmişdi. Amma qoca Bayezid lal və dinməz idi. Mədəsində başlamış ağrılar, baş gicəllənməsi, halsızlıq ona çox şeylər deyirdi. Mən mənzilə çatmayacağam. Amma sən çox uzaqlara gedəcəksin, oğlum. Mənim vəsiyyətimi özümü zəhərləməklə yerinə getirməyə başladın. Əsl hökmdarsan.